Bu ses küçeden yağar. Bu ses susmayacak. Dinle. Gece saat 3, şehir yatır fikir oyaq. Bir tərəfdə kreslo, bir tərəfdə xalq, arada divar var. Qalın, soyuq, sərt, o divarı kim qurub? Cavab verir dərd, kağızda yazılan qanun həyatla düz gəlmir. Masanın üstündə həqiqət yer tapmır, sürüşür gedir. Bir imza ilə taleylər dəyişir, amma küçədə insan yenə eyni sualı deyir. Niyə dəyişmir heç nə? İllər keçir, ümidlər quruyur, sözlər köhnəlir, səhnədə çıxışlar pafos dolu cümlə, amma sabah yenə eyni həyat, eyni problemlə. Sistem yanır amma tüstünü gizlədirlər. Söz danışırlar amma həqiqəti gizlədirlər. Bu səs gəlir dərinlərdən, boğulmur daha. Səssiz qalan haqqaydı bu dəfə daha da. Seçki günü yaxın, hamı birdən səninlə. Əl sıxan çoxalır, gülüşlər səni izləyir hər yerdə. Amma vaxt keçir, səslər sayılır, qapılar bağlanır. Dünən qardaş deyən bugün səni tanımır. Bu oyunun qaydası dəyişməz qalıb. Adlar dəyişir amma sistem eyni qalır. Bir stul üçün neçə söz satılır, bir kreslo üçün neçə ümid atılır. Səhnə böyükdür amma rollar azad deyil. Hər kəs oynayır amma heç kim azad deyil. Kamera önündə başqa, arxada başqa. İki üzlü həyat, biri maska, biri başqa. Sükut partlayanda səs daha ağır gəlir. Gizlənən həqiqət bir gün üzə çıxır, bilirəm. Bilirəm. Bu sistem qırılmaz, yox, sadəcə qorxurlar. Söz deyənləri susturmaqla rahat olurlar. Amma bu səs fərqlidir, içdən gəlir, yalanı kəsir, düzün üstündə gedir. Sözüm güllə deyil amma daha dərinə gedir. Beyində partlayır, fikirləri dəyişdirir. Səhnə qurulub amma aktyor yorulub. Xalq artıq baxmır, oyundan soyuyub. Bir tərəfdə bolluq, bir tərəfdə sıxıntı. Balans bozulub, ortada qalıb həqiqət, tək qalıb sükut. Sən deyirsən hər şey yaxşıdır amma kim üçün? Küçəyə çıx gör, reallıq nə deyir kim üçün? Sistem yanır amma tüstünü gizlədirlər. Söz danışırlar amma həqiqəti gizlədirlər. Bu səs gəlir dərinlərdən, boğulmur daha. Səssiz qalan haqqayıdır bu dəfə daha da. Qanun kitabda yazılır, amma həyat yazmır. Sətirlər gözəldir, amma reallıq uymur. Bir xalq gözləyir, sadəcə söz yox əməl. Çünki söz çox olub, amma nəticə kəm. Gənclər baxır, yol axtarır, çıxış axtarır. Amma qarşısında qapılar bağlanır. Kim açacaq o qapını, kim deyəcək keç? Yoxsa bu oyun davam edəcək yenə heç? Bu rap qəzəb deyil, bu xəbərdarlıqdır. Bu səs sakit deyil, bu artıq partlayışdır. Gecikən ədalət daha ağır gəlir. Bir gün gələndə heç kim qarşısı ala bilmir. Tarix yazılır, amma kim yazır onu? Susmaqla yazırsan, yoxsa danışmaqla bunu? Seçim səndədir, ya sus ya danış. Çünki səs çıxmayanda böyür yanlış. Bu ses dayanmaz. Bu söz silinmez. Çünkü bu sadece rap değil.